Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Mübarək Ramazan ayının bu günündə hər birinizi xoş gördük. Bu günləri qısa olaraq bir mövzuda danışmaq istəyirəm. Mövzumuz bir sual ətrafında olacaq. Belə bir sual verilir. Yaxşı insan olmaq üçün din şərtdirmi? Din lazımdırmı? Bu sualla tez-tez qarşılaşırıq. Qısa olaraq cavab bundan ibarətdir ki, əvvəla yaxşılığın meyarı təyin olunmalıdır. Biz hansı işlərə yaxşı iş deyirik, hansı insana yaxşı insan deyirik və nəyin əsasında bu qiyməti veririk. İkinci məsələ bundan ibarətdir ki, dinin istəyi bizdən təkcə yaxşı insan olmaq deyil. Dinin bizdən istəyi kamil insan nümunəsi olmaqdır, kamil insan olmaqdır. Yaxşı insan təkcə bu deyil ki, böyüklərə ehtiram göstərsin, insanlarla münasibətlərin düzgün tənzimləyib, gözəl qurub, hamı bunu çox istəyir. Bunlar hamısı şərtlərdir, bunlar hamısı lazımdır, zəruridir. Amma məsələ bundan ibarətdir ki, din bizdən təkcə bu şeyləri istəmir. Din bizdən istəyir ki, həyatın bütün sahələrində, ailədə, ictimaiyyətdə, ibadətdə, dostlarla münasibətdə, övlada qarşı münasibətdə, elmdə, hər bir sahədə, mənəviyyatda kamil insan olacaqsan, kamil insan. Din bizdən bunu istəyir. Ona görə də din gəlir, insanın təkcə zahiri davranışlarını tənzimləmir. İnsanın daxilinə, batininə nüfuz eləyir. İnsanın niyyətinə qədər nüfuz eləyir və niyyətin islah eləyir, niyyətin düzəldir. Birinə yaxşı davrandın, təkcə bununla kifayətlənmir. Deyir, o yaxşı davranışın altında nə yatırdı? Ondan məqsədin, niyyətin nədən ibarət idi? Din gəlir, ora qədər nüfuz eləyir və əgər orada bir nöqsan, problem varsa, məsələn, riya varsa, deyir, onu islah eləməlisən. Səndə mənəvi bir problem var. Onu aşkar elə və özünü düzəld. O yaxşılığı özünü kiməsə göstərmək üçün elədin, onu islah etməlisən. Bura qədər gəlir insanın daxili niyyətlərin tənzimləyir, düzəldir, islah eləyir və istəyir ki, insan kamilləşsin. Təkcə yaxşı adam, yaxşı insan düşüncəsi ilə yaşamamalıyıq. Kamil insan olmaq düşüncəsi ilə, niyyəti ilə yaşamalıyıq. Ona görə də təkcə bu məsələyə din cavab verir. Dindən başqa heç bir şey insanın bu ehtiyaclarına, bu dərinliyinə qədər düşə bilmir. Ruhunun müalicəsi dindən keçir insanın. Din gəlir insanı mənəvi baxımdan, əxlaqi baxımdan islah eləyir, düzəldir və o kamillik yolunu insana təqdim eləyir. Bu yolu bizə göstərən ancaq və ancaq dindir. Kamilliyi bizə təqdim eləyən və kamilliyin bizə yolunu göstərən dindir. Ona görə də kamil insan olmaq üçün dinə əməl etmək zərurətdir. Hətta yaxşı adam da, həqiqi yaxşı insan olmaq üçün də yenə də dinə əməl etmək lazımdır və zərurətdir. İslah təkcə zahirdə deyil, islah əvvəl insanın batinindən başlayır və sonra bütün əməllərinə də sirayət eləyir. Din istəyir ki, həm zahirimiz, həm batinimiz islah olsun. Allah bu işdə hər birimizi müvəffəq eləsin. Bugünkü söhbətimiz də bu qədər. Sağ olun, salamat qalın.